Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Açıq söhbət analitik informasiya proqramının növbəti buraxılışı efirdədir. Hər zaman olduğu kimi bu gün də aktual məsələlər ətrafında fikir mübadiləsi aparacağıq. Təbii ki, bu məsələ ilə bağlı studiyamızın qonağı var. Qonağımız Milli Məclisin deputatı Sevinç Fətəliyeva bizimlə birgədir. Sevinç xanım, xoş gəlmisiniz, xoş gördük. Sevinç xanım, bu gün biz həm Azərbaycan-Çin münasibətlərinə toxunacağıq, həm də Azərbaycan-İran münasibətlərinə toxunacağıq. Başlayaq elə Azərbaycan-Çin münasibətlərindən. Bu yaxınlarda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Çin Respublikasında səfərdə oldu və burada bir çox görüşlər keçirildi. Eləcə də iki tərəfli sənədlər imzalandı, bəyanatlar verildi. İstəyərdim elə iki ölkə arasındakı məqamlara toxunaq. Ümumiyyətlə Azərbaycan-Çin münasibətləri bizə nə verir, regiona nələr vəd edir, daha sonra digər məsələlər ətrafında müzakirələr apararaq. Buyurun. Prezident İlham Əliyevin Çinə səfəri həqiqətən tarixi bir hadisə oldu. Ona görə ki, bu həm iki ölkə arasında yeni əməkdaşlıqda yeni mərhələsinə qədəm qoyması, eyni zamanda ümumiyyətcə bugün dünyada bu güc balansının dəyişməsi fonunda Çinin rolu getdikcə artır. Təbii ki, yəni əsrlər boyu Çin dünyanın aparıcı qüvvəsi kimi fəaliyyət göstərən bir dövlətdir. Lakin bugün də həm iqtisadi məsələlərdə, həm siyasi məsələlərdə Çinin çəkisi kifayət qədər çoxdur və dünyada əgər bir neçə belə deyək, böyük güc varsa, məhz Çin onların arasındadır. Hətta dünyada söz sahibi kimi çıxış eləyir. Həm söz sahibi, yəni müxtəlif sahələrdə, burada həm siyasi məsələlərdə, həm iqtisadi rəqabət də aparır, belə deyək. Və burada Çinin Azərbaycana olan maraq təbii ki, həm Azərbaycanın nüfuzunun artmasına, eyni zamanda Çinin Cənubi Qafqaz regionunda məhz Azərbaycanla sıx əməkdaşlıq etməsi, düşünürəm ki, hər iki dövlət üçün həm faydalı, həm xüsusilə də Azərbaycan üçün yenə də Azərbaycanın nüfuzunun artmasının bir göstəricisidir. Yenə də bu tarixi səfər oldu, çünki əgər ötən il Çin-Azərbaycan arasında bu strateji əməkdaşlıq haqqında bəyannamə qəbul olunmuşdu. Artıq bu səfər çərçivəsində iki dövlət arasında hər tərəfli strateji tərəfdaşlıq haqqında sənəd imzalanır və əgər biz imzalanan sənədlərə nəzər salsaq, burada düşünürəm ki, elə bir sahə yoxdur orada öz əksini tapmasın. Təbii ki, əgər ənənəvi olaraq, yəni hətta bu bir il çərçivəsində bu strateji bəyannamənin imzalanmasından sonra Azərbaycan-Çin əlaqələri kifayət qədər belə deyək, dinamik inkişaf eləyirdi. Bu həm qarşılıqlı səfərlər, müxtəlif sahələrdə, həm siyasi, həm iqtisadi, yenə də həm partiyalar arası münasibətləri də qeyd eləmək lazımdır. Bu daha çox bu əməkdaşlıq, münasibətlər logistika məsələlərinə aid idi, hansısa tranzit məsələlərinə aiddir. Artıq bugün həm yenə də iqtisadi ticari əlaqələrin genişlənməsi və nəzərə alsaq ki, Azərbaycan 2024-cü il üzrə Azərbaycan-Çin arasında bu ticari əlaqələrin o qədər geniş yayılması, yəni inkişaf etməsi ona gəlib çıxartdı ki, Çin Azərbaycan üçün 4-cü iqtisadi belə deyək tərəfdaş kimi, yəni statistikaya görə qeyd olunur, ticari əməkdaş kimi qeyd olunur və burada həmçinin yaşıl enerji məsələləri də çox mühüm rol tutur. Çünki Azərbaycan bugün əsas gündəmdə olan əsas məsələ məhz alternativ enerji mənbələrinin inkişaf etdirilməsi, yaşıl enerjinin inkişaf etdirilməsi, xüsusilə də işğal olunmuş ərazilərdə və burada Çinin həm təcrübəsi, həm Çinin bu istiqamətdə kifayət qədər geniş imkanlara malik olması. Biz bilirik ki, Çin dünyada külək enerjisi sahəsində aparıcı rola malikdir və burada həm yenə də Çinin təcrübəsi üçün çox önəmlidir. Eyni zamanda bu istiqamətdə birgə fəaliyyət və onu göstərir ki, bu məsələlərdə də həm yenə də siyasi məsələlərdə olduğu kimi bizim ortaq baxışlarımız, ortaq mövqelərimiz mövcuddur. Burada həm mədəni, həm təhsil sahələri qeyd eləmək olar, həm
həm də televiziya və media sahəsində əməkdaşlığı qeyd eləmək olar. Bunların hamısı onu göstərir ki, bugün həqiqətən hər tərəfli deyəndə bütün sahələri əhatə edən belə deyək, əməkdaşlıq həm Çin üçün, həm Azərbaycan üçün önəmlidir. Bəs üzr istəyirəm Sevinç xanım, bunları ümumiləşdirsək, cəm halına gətirsək, bu münasibətlərin inkişafı ölkəmiz üçün başlıca olaraq nə qədər önəmlidir? Yenə də deyirəm, yəni, dünyanın ikinci iqtisadiyyatı olan Çin dövləti və dünyada həm söz sahibi olan dövlətlə bu cür sıx əməkdaşlıq təbii ki, həm Azərbaycan üçün yeni imkanların açılması göstəricisidir. Eyni zamanda bu onu göstərir ki, bugün Azərbaycanın mövqeyi dünyada qəbul olunur. Dəstəklənir. Hətta maraqlı tərəfdir Çin də Azərbaycan əməkdaşlıqda. Təbii, Azərbaycanla əməkdaşlıq Çin üçün maraqlıdır. Nəzərə alsaq ki, işğaldan azad olmuş ərazilər də artıq bizdədir. 30 illik bu həsrətə son qoyulub. Artıq onlar da bu görülən işlərdə maraqlıdır. Bəli, burada həm yenə təmizləmə məsələləri də qeyd eləmək olar. Çünki Çin investisiyaların yatırılması baxımından bu məsələlərdə də iştirak etmək niyyətlərini ifadə edilədi. Təbii ki, investisiyaların qoyuluşu və burada yenə də Azərbaycanın bugün baxmayaraq ki, çox uzaq bir məsafədə yerləşirik. Azərbaycan gənc və böyük olmayan bir dövlətdir və Çinin Azərbaycana olan marağı həm ölkələr arasında qarşılıqlı marağın olmasını göstərir. Eyni zamanda bugün Çinin Cənubi Qafqazda öz marağını da göstərir və burada bu dövlətlər arasında Azərbaycanın seçməsi onu göstərir ki, Azərbaycan həqiqətən istər Qərb, istər Şərq üçün, istər Asiya dövlətləri üçün etibarlı tərəfdaş kimi qəbul olunur və düşünürəm ki, bu ilk növbədə dünyaya bir mesajdır ki, bugün Azərbaycanla əgər Çin bu qədər yüksək səviyyəli tərəfdaşlıq, əməkdaşlıq etmək niyyətindədir və maraqlıdırsa, deməli, həqiqətən Azərbaycan böyük imkanlara malik olan bir dövlətdir və burada siyasi məsələləri də qeyd eləmək lazımdır. Razılaşmalara əsasən ümumiyyətcə Azərbaycan və Çin dövlətin beynəlxalq təşkilatlarda ortaq mövqedən qarşılıqlı dəstək məsələləri öz əksini tapır və bugün həm strateji bəyannamə çərçivəsində, eyni zamanda bu hər tərəfli strateji tərəfdaşlıq haqqında sənəddə də öz əksini tapan məsələlərdən biri odur ki, bugün dünyada gedən proseslərə Azərbaycan və Çin yenə də hörmət, bərabər hüquqlu əməkdaşlıq məsələləri üstün tutur. Və onu da qeyd etmək lazımdır ki, bugün dünyada gedən proseslər onu göstərir ki, bəzi böyük dövlətlər əgər əməkdaşlıq edirlərsə, bu müəyyən təzyiqlərlə də, yəni hər hansı bir formada özünü göstərən bir təzyiqlərlə də müşahidə olunur. Həm hərbi məsələlərdə müəyyən təzyiqlər göstərilir, eyni zamanda mədəni məsələlərdə, siyasi qərarların qəbul olunması məsələlərində. Lakin Çin yeganə ölkədir ki, baxmayaraq ki, böyük həm ərazi olaraq, həm tarixi, yəni qədim tarixə malik olan, siyasi təcrübəsi çox dərin təcrübəsi olan bir dövlət olaraq heç vaxt öz əməkdaşlıq belə deyək, əməkdaşlığı hansı təzyiqlər üzərində qurmur və yalnız qarşılıqlı maraq və faydalı tərəfdaşlıq əsasında qurur. Və düşünürəm ki, burada da həmin bu yanaşma ona zəmin yaradır ki, həqiqətən Azərbaycan üçün də Çinlə əməkdaşlıq, yenə də bu təkcə investisiyalar, hansısa iqtisadi gəlirlərin əldə olunması məsələsi deyil. Eyni zamanda burada həm mədəni əlaqələrin genişlənməsi. Bugün biz bilirik ki, Çin dilinə Azərbaycanda çox böyük maraq var. Konfutsi İnstitutunun yaradılması və fəaliyyət göstərməsi, yəni tələbə mübadiləsi, təhsil sahəsində əməkdaşlıq, bu məsələlərə də çox böyük diqqət yetirilib və öz əksini imzalanmış sənədlərdə də öz əksini tapıb. Bircə universitetin yaradılması haqqında sənəd də imzalanıb. Bax, elə buna da toxuna bilərik ki, bu universitetlər bizə nə verə bilər? Yenə də bir var siyasi iradə və belə deyək, dövlət başçıların həm şəxsi münasibəti, həm belə deyək, qarşılıqlı dövlətlərin və
millətlərin maraqlarına və mövqelərinə xidmət edən əməkdaşlıq, bir var isə yenə də xalqlar arası əməkdaşlığın və belə deyək, əməkdaşlığın inkişafı məsələsi. Bu da təbii ki, bunun əsasında siyasət durmur. Bunun əsasında təhsil, elm, mədəniyyət durur və burada bu cür layihələr, yəni ortaq universitetin yaradılması, yenə də xalqlar arası münasibətlərin daha da yaxın olması və burada Azərbaycanda gedən proseslərin Çində düzgün təhlil olunması, düzgün qəbul olunması və bütün proseslərə öz əksini tapması burada yenə də media məsələlərini qeyd eləmək lazımdır. Çünki bugün biz çox təəssüflər olsun ki, bəzi dövlətlərdə təbii ki, bu Çinə aid deyil, amma ümumiyyətcə dünya mediasında Azərbaycana qarşı müəyyən qara yaxma məqalələrlə də rastlaşırıq. Amma bugün bu cür əməkdaşlığın, yəni təhsil sahəsində xalqlar arasında münasibətlərin daha da belə deyək, yaxın olması, daha da dinamik inkişaf etməsi üçün bütün şəraitlər yaradılır. Mən istəyərdim elə bu sənədlər arasında qarşılıqlı olaraq vizasız gediş-gəlişin təmin olunması məsələsi də önə çəkildi. Bax, istəyərdim elə bu Azərbaycan iqtisadiyyatının inkişafına, eləcə də turizmin inkişafına nə kimi töhfələr verə bilər? Nəzərə alsaq ki, Azərbaycan da artıq son illər turizm sektorunda getdikcə irəliləməyə doğru gedir. Azərbaycan bütün bölgələrində artıq bunun üçün bütün infrastruktur şəraiti yaradılıb. Bu amilin özü nələrə rəvac verə bilər? Təbii ki, ümumi vətəndaş pasportlara malik olan vətəndaşlar üçün vizadan azad olunması bu da əhəmiyyətli bir məsələdir. Çünki bu, yəni Azərbaycanın bu istiqamətdə təbii ki, kifayət qədər böyük və geniş təcrübəsi var. Lakin Çinlə bu cür razılaşmanın əldə olunması təbii ki, həm turizmin inkişafı. Burada biz onu da qeyd etməliyik ki, Azərbaycan tərəfi üçün təbii ki, Çinə gedib gəlmək məsələsi həmişə maraq dairəsində idi. Amma yenə də Azərbaycan Çindən çox uzaq məsafədə yerləşməsi nöqteyi nəzərdən və eyni zamanda yəni böyük belə deyək, əhalisi olan bir dövlət üçün Azərbaycanı nə qədər maraqlandırmaq məsələsi çox belə deyək, önəmli və kifayət qədər çətin bir məsələdir. Və burada təbii ki, həm vizadan azad olunması məsələsi, bayaq qeyd etdiyimiz, əgər xalqlar arasında münasibətlərin yeni mərhələsinə qalxması və Azərbaycan haqqında Çin mediasında, Çin cəmiyyətində ümumiyyətcə kifayət qədər məlumatlar olsa, təbii ki, bu qarşılıqlı belə deyək, turizm imkanlarının artmasına səbəb olacaq və biz artıq onu müşahidə edirik ki, hər il Çindən gələn turistlərin sayı çoxalır. İldən il artır. Bu qəbul olunmuş qərar, yəni razılaşma ona imkan yaradacaq ki, turist axının daha çox olması olacaq. Təbii ki, bugün Azərbaycanda iqtisadiyyatın bir önəmli sahəsini məhz turizmin inkişafı təşkil edir və nəzərə alsaq ki, bugün həm regionda müəyyən gərginliklər mövcuddur, bəzi deyin, gediş-gəliş məsələlərinə məhdudiyyətlər var və burada yenə də bizim üçün əlverişli fürsətdir ki, öz turizm inkişafı, turizm potensialımızı artıraq və düşünürəm ki, burada yenə də əhalisi çox olan Çin tərəfindən turizm axının artması Azərbaycan üçün iqtisadi nöqteyi nəzərdən və eyni zamanda yenə də iqtisadi nöqteyi nəzərdən önəmli olacaq və eyni zamanda yenə də Azərbaycan haqqında daha çox məlumatlı olan insanların sayı artacaq. Mən istəyərdim elə Çinin bir kəmər, bir yol təşəbbüsündə Azərbaycanı necə görməsi məsələsinə də məqamına toxunaq. Sizin fikrinizcə bu proseslər necə gedir? Yəni Çin Azərbaycanı bu prosesləri necə görür? Əslində bir kəmər, bir yol layihəsində Azərbaycan ilk ölkələrdən idi ki, bu layihəni dəstək elədi, həmin layihəyə investisiya qoyaraq. Yəni bu da özü-özündən bir göstəricidir. Biz bu məsələlərə nə qədər önəm veririk və burada həm yenə də müəyyən belə deyək, iqtisadi maraqların mövcud olması, Azərbaycanın logistik imkanlara malik olması və bu imkanlar
imkanlardan istifadə etməsi, bu imkanları belə deyək, populyarlaşdırmaq nöqteyi nəzərdən və eyni zamanda bu onun göstəricisidir ki, Azərbaycan üçün bu cür layihələrin həyata keçirilməsi, yəni özündə bir sıra ölkələri birləşdirən layihələr bu gün Azərbaycan üçün həqiqətən çox önəmlidir. Burada biz onu da qeyd etməliyik ki, əgər əvvəl Azərbaycan bir kəmər, bir yol layihəsində iştirakçı kimi artıq bu sənədlərdə də öz əksini tapır və düşünürəm ki, əgər vaxtıyla hansısa belə deyək ki, logistik imkanlardan istifadə etmək üçün müəyyən bir imkanlar var idi və burada seçim var idi. Düşünürəm ki, həm orta dəhliz layihəsi çərçivəsində, çünki biz bilirik ki, burada da Azərbaycan-Çin əməkdaşlığı kifayət qədər, yəni logistik, tranzit məsələlərində çox önəmlidir və burada bu layihələrin sənəd üzərində artıq imzalanması və sənədlərdə öz əksini tapması onu göstərir ki, Çin üçün bu belə deyək, istiqamətləri seçmək, bu tranzit yollarını seçməsi artıq indi belə deyək, öhdəlik deməsək də, amma belə deyək, önəmli imkanlardan biri və önəmli istiqamətlərdən birini təşkil edəcək. Ona görə düşünürəm ki, yenə də Azərbaycanın həm Orta Asiya ilə sıx əlaqələri olması, həm coğrafi nöqteyi nəzərdən, həm siyasi əməkdaşlıq nöqteyi nəzərdən, həm mədəni, yenə də dil nöqteyi nəzərdən, burada türk dilli dövlətləri də qeyd eləmək lazımdır. Bunların hamısı yenə də Çinin əməkdaşlıq etdiyi istiqamətlərdə Azərbaycanın da bilavasitə rolunun nə qədər önəmli olduğunu göstərir. Burada onu da qeyd etmək lazımdır ki, bugün həm Orta Asiya dövlətləri ilə, yəni Çinin sıx əməkdaşlıq etdiyi dövlətlərlə Azərbaycanın da kifayət qədər yüksək səviyyəli münasibətləri var. Digər Pakistan, Çin arasında strateji əməkdaşlıq mövcuddur və Azərbaycan-Pakistan arasında da münasibətlər kifayət qədər yüksək səviyyədədir. Bu yenə də onu göstərir, bizim müttəfiqlərimiz eynidir. Bu da öz növbəsində onu göstərir ki, bizim baxışlarımız, bizim mövqelərimiz üst-üstə düşür. Mən istəyərdim elə Azərbaycan-Çin münasibətlərinə bağlı izləyicilərin sualları var. Onlara da keçid alaq, daha sonra qısa cavablandıraq. Növbəti suallarımız İran-Azərbaycan münasibətlərinə həsr olunub. Mən bu arada bir daha izləyicilərimizin diqqətini çatdırım ki, verilişimiz canlı yayımlanır. Öz suallarını Səs TV-nin Facebook və YouTube üzərindən bizə ünvanlaya bilərlər. Nərgiz Salmanova belə bir sual verir. Çinlə iqtisadi əməkdaşlıq Azərbaycanın qərb ölkələri ilə münasibətlərinə təsir göstərə bilərmi? Təbii göstərə bilər. Ona görə ki, yenə də Azərbaycan nəzərə alsaq ki, Azərbaycan Avropa İttifaqı ilə kifayət qədər yüksək səviyyəli həm enerji sahəsində, ümumiyyətcə iqtisadi əlaqələri güclü olan bir mövqeyə mövcuddur və burada Çinin Avropa İttifaqı üzərinə keçməsi və yenə də burada həm tranzit, həm logistik məsələləri də qeyd eləmək lazımdır və bütün bu ticari əlaqələrin Azərbaycan vasitəsilə keçməsi Çin Avropa İttifaqı əlaqələrin də belə deyək, sıxlaşmasına və inkişafına səbəb ola bilər və o ki qaldı Azərbaycan Avropa İttifaqı münasibətləri Çindən asılıdır ya yox. Burada onu da qeyd etmək lazımdır ki, bu bir neçə gün öncə Avropa İttifaqın yüksək rütbəli Kaja Kallas Avropa Komissiyasının nümayəndəsi Azərbaycana səfər etmişdi və burada həm Azərbaycan-Avropa İttifaqı münasibətləri, həm Avropa İttifaqı çərçivəsində olan dövlətlər arası münasibətlərə yenə də bu əməkdaşlığa nəzər salaraq düşünürəm ki, burada biz yəqin ki, onu ayrıca da müzakirə edə bilərik, çünki bu da geniş mövzudur və gündəm həqiqətən zəngindir, yəni son bir iki həftə son günlər həqiqətən hadisələrə və belə deyək, həm səfərlər, həm görüşlər kifayət qədər belə deyək, intensiv şəkildə baş verirdi və bu da onun göstəricisidir ki, Azərbaycan müxtəlif istiqamətlərdə fəaliyyət göstərir. Yəni biz hansısa bir istiqaməti seçib danışıqlar və əməkdaşlıq etmirik.
bilirik. Bu onu göstərir ki, Azərbaycan həm Çin, həm Avropa İttifaqı, Azərbaycan-İran münasibətləri, yaxın zamanda İsrailin baş naziri Azərbaycana səfər edir. Yəni burada nə qədər çox qütüblü bir Azərbaycan tərəfindən xarici siyasətin aparılması və ən əsası Azərbaycan bu istiqamətlər arasında, bu ölkələr arasında balans saxlaya bilir. Və düşünürəm ki, burada həqiqətən Azərbaycan-Çin əməkdaşlığın, iqtisadi əlaqələrin daha da genişlənməsi onu göstərir ki, bugün Azərbaycan təkcə regionda yox, ümumiyyətcə dünyada həm iqtisadi, həm nöqteyi nəzərdən, həm siyasi mövqeyinə görə qəbul olunardı və əməkdaşlıq etmək arzusunda olan tərəflər həqiqətən çoxdur və düşünürəm ki, Çin bunun üçün ən gözəl nümunədir. Bizdə suallar var və əksər suallar təkrar suallardır və mən onları sizə ünvanlamaq istəmirəm. İzləyicilərimizdən xahiş edərdim, verilişin bitəndən sonra, daha sonra yenidən YouTube səhifəsini izləyə bilərlər. Belə bir sual var. Zeynəb Cəfərli sual verir ki, Azərbaycan, Çin və İran bu üçlüyü yaxın gələcəkdə strateji ittifaq kimi görə bilərikmi? Azərbaycanın ümumiyyətcə strateji əməkdaşlıq etmək, belə deyək, etməsi üçün müəyyən formatların təşəbbüskarı kimi biz bilirik. Bu istiqamətdə bizim təcrübəmiz var və burada ilk növbədə regional əməkdaşlıq, 3+3 məsələləri, 3+3 formatı regional məsələlərin müzakirəsi üçün. Eyni zamanda Azərbaycan, Türkiyə, Gürcüstan formatını biz bilirik, kifayət qədər uğurlu fəaliyyət göstərən bir formatdır müxtəlif sahələrdə. Azərbaycan, Türkiyə, İran formatı da mövcuddur. Və düşünürəm ki, gələcəkdə bu cür əsas məsələ ondan ibarətdir ki, biz birləşdirən ölkələrin baxışları və mövqeləri üst-üstə düşsün. Çünki biz təəssüflər olsun ki, bəzən istər yenə də regionda olan dövlətlər, istər regiondan xaricdə olan dövlətlərin mövqeləri yenə də regional məsələlərin, regional maraqların əks etdirmir. Və burada ən əsas məsələ odur ki, biz həm siyasi nöqteyi nəzərdən eyni belə deyək, mövqeyə malik olaq. Dünyada gedən proseslərə düzgün və ortaq davransaq və ortaq fikirlərlə, ortaq mövqeylə ortaq mövqeləri irəli sürsək, təbii ki, bu cür formatlar da həm üç tərəf üçün faydalı olacaq, həm siyasi əlaqələrin möhkəmlənməsi, həm iqtisadi əlaqələrin möhkəmlənməsi. Yəqin ki, İrana çatanda biz bu haqda da danışacağıq, çünki İran-Azərbaycan münasibətlərindən məhz tranzit məsələlər ən əsas istiqamətlərdən biri təşkil edir və düşünürəm ki, burada həm Azərbaycan-İran vasitəsilə belə deyək, tranzit yolların mövcudluğu, bu imkanların mövcudluğu Çin üçün təbii ki, faydalı və maraq dairəsində olan bir məsələdir. İrandan söhbət düşmüşkən, ötən gündə İran prezidenti Məsud Pezeşkiyanın Azərbaycana səfəri reallaşdı və bu səfər zamanı bir çox görüşlər keçirildi. İstər tək tərkibli, geniş tərkibli görüşlər oldu, bəyanatlar verildi mətbuata, sənədlər imzalandı. Elə soruşmaq istəyirəm bugünkü Azərbaycan-İran münasibətlərinin hazırki perspektivlərini necə görürsünüz və necə inkişaf edir? Bu inkişaf, əməkdaşlıq gələcəyə nələr vəd edir? Bu barədə fikirləriniz bizim üçün maraqlı olar. Bir neçə il davam edən Azərbaycan-İran münasibətlərində... Belə əvvəlcə toxunaq, o problemlərə toxunaq istəyirsiniz, əvvəl yaşanan yəni problemlər artıq mən ümidvaram ki, keçmişdə qalıb. Çünki bu səfər onu göstərir ki, Azərbaycan-İran arasında belə deyək, əməkdaşlığın və qardaşlığın yeni mərhələsinə qədəm qoyuldu və çox təəssüflər olsun ki, bir neçə il davam edən müəyyən gərginlik iki dövlət arasında həm müəyyən məsələlərdə narazıçılığa səbəb olurdu. Lakin yenə də buna baxmayaraq Azərbaycan konstruktiv mövqe nümayiş etdirirdi və biz İranda Azərbaycana qarşı bəzən parlament səviyyəsində, hansı siyasətçilər səviyyəsində Azərbaycana qarşı səsləndirilən fikirlərə belə deyək, təmkinli və müdrik belə
deyək, müdrik mövqe ilə yanaşdıq və bu təbii ki, ölkə başçıları arasında, yəni ölkə rəhbərliyi arasında münasibətlərin davam etdirilməsi arzusu mövcud idi və siyasi dialoqun davam edilməsi də mövcud idi. Bu Xarici İşlər Nazirləri səviyyəsində görüşlərin keçirilməsi, eyni zamanda yəni dövlət rəsmiləri tərəfindən görüşlərin və müzakirələrin keçirilməsi onu göstərir ki, iki dövlətin bir istiqamətdə və bərabər addımlamaq arzusu mövcuddur. Lakin İranın prezidentinin Azərbaycana səfəri təbii ki, bütün belə deyək, suallara cavab olaraq iki dövlətin gələcəkdə sülh, qardaşlıq və dostluq şəraitində birgə inkişaf etdirmək, birgə fəaliyyət göstərməsi bəyan edildi. Burada mən bir məsələyə toxunmaq istərdim. Düşünürəm ki, İranın prezidentinin səfəri bu həm İranda daxili auditoriya üçün bir mesaj oldu, ümumiyyətcə dünyaya da bir mesaj oldu. Bəli. Niyə görə? Yenə də onun bəyanatlarında, çıxışında da bu özünü göstərdi ki, və cənab prezident də bu haqda dedi. Yəni biz bəzən Azərbaycana qarşı müəyyən belə deyək, səslənən fikirləri İran tərəfindən eşidirik və izləyirik. Lakin buna son qoymaq belə deyək lazımdır və düşünürəm ki, bu yenə də prezidentin səfəri, İran prezidentinin səfəri onun aydınlıq gətirdi və lazımi nöqtələri qoydu. Azərbaycan və İran arasında olan, yəni bu onun çıxışında da bir ifadə var idi ki, hətta səmimi bir şeirin səsləndirilməsi də hər şey yəni ortaya çıxardı. Hətta ASTV müsahibə verəndə prezident onu qeyd elədi ki, iki dövlət arasında qonşuluq və dostluq əlaqələrin olması üçün nə lazımdır? Yəni belə bir sual qoyur. Təbii ki, bunların həyata keçirilməsi üçün İran tərəfi əlindən gələni etmək arzusunda olması öz yenə də mövqeyində səsləndirdiyi fikirlərdə, istər müsahibədə, istər Azərbaycanda artıq cənab prezidentlə görüş zamanı açıq, aşkar qeyd olunurdu. Yəni Azərbaycan olaraq biz İranla münasibətlərdə bizim üzərimizə düşən öhdəlikləri və öz məsuliyyətimizi anlayaraq öz öhdəliklərimizi həmişə yerinə yetirirdik. Lakin İran tərəfi çox təəssüflər olsun ki, həm bu terroristik aktı məsələsində düzgün belə deyək addımların atılması və Azərbaycanda təbii ki, bu böyük suallar və narahatçılıqlar ajotaj yaradırdı. Azərbaycana qarşı yenə də səslənən bəzi ittihamlar, fikirlər mövcud idi və bugün düşünürəm ki, burada həm iki dövlət arasında siyasi belə deyək əməkdaşlığın və regionda birgə fəaliyyət göstərməsi, yəni regionun maraqlarına xidmət edən addımlar atmaq, iqtisadi, ondan sonra logistik layihələrin həyata keçirilməsində Azərbaycanın və İranın nə qədər bir yerdə olmasının önəmi də vurğulandı və düşünürəm ki, ən əsas mesaj isə ondan ibarət idi ki, Azərbaycanla İran o razılığa gəlir və o fikirdədirlər ki, regiona hansısa üçüncü tərəflərin müdaxilə etməsi və regionda proseslərin idarə olunması qəbul olunmazdı və istər Azərbaycan-Ermənistan münasibətlərində, istər Azərbaycan-İran münasibətlərində burada heç bir üçüncü tərəflərin və regiondan xaric olan qüvvələrin regiona daxil olması hər iki dövlət üçün qəbul olunmazdır. Nəzərə alsaq ki, bu səfər çərçivəsində 147 sənəd imzalandı. Bu sənədlərin ən üstün mövqedə nəzər yetirsək, bizim üçün əhəmiyyəti nədən ibarətdir? Yəni, hansı sənədlər bizim üçün önəmli idi bu imzalanma prosesində? Əslində, yəni 147 sənəd imzalanıbsa, burada hər sənədin öz əhəmiyyəti var. Xüsusilə onu qeyd eləmək lazımdır ki, dövlətlər arasında siyasi məsləhətləşmələrin həyata keçirilməsi, düşünürəm ki, bu da çox önəmli məsələdir. Çünki burada təkcə kimsə elə düşünər ki, iki dövlət arasında müəyyən problemlərin müzakirəsi, amma təbii ki, bütün dövlətlər arasında hansısa mərhələdə müəyyən gərginliklər, suallar
narahatlıqlar, belə deyək, narahatçılıqlar ola bilər. Və burada keçmiş belə deyək təcrübəmizi nəzərə alaraq bu cür məsələlər də ola bilər. Lakin yenə də imzalanmış sənədlər və ölkə başçıların birgə bəyanatları onu göstərir ki, artıq belə deyək bütün suallara cavablar mövcuddur və belə deyək ki, sual altında olan məsələlər qalmayıb. Burada iki dövlət arasında siyasi məsləhətləşmələr ümumiyyətlə regionda gedən proseslərdə, dünyada gedən proseslərdə. Biz bir sıra beynəlxalq təşkilatların üzvüyük İrandan. Bu həm İslam Əməkdaşlıq Təşkilatıdır, bu yəni burada həm D8 təşkilatıdır, qoşulmama hərəkətıdır və burada yəni bu təşkilatlar çərçivəsində ortaq nöqteyi nəzərdən çıxış etməsi, qarşılıqlı dəstəyin nümayiş etdirilməsi və ümumiyyətcə gedən proseslərə düzgün, real, adekvat qiymət vermək üçün bu cür siyasi məsləhətləşmələrə çox böyük ehtiyac var. Ona görə düşünürəm ki, ən əsas məsələlərdən biri məhz bu siyasi məsləhətləşmələrin mütəmadi olaraq keçirilməsi və iki dövlət arasında məsələlərin müzakirə olunması bu həm siyasi məsələlərində siyasi əməkdaşlığın inkişafına, eyni zamanda ümumiyyətcə digər sahələrdə mövcud olan potensialdan istifadə etmək imkanları yaradır. Elə bu, siz özünüz də Milli Məclisin parlamentin üzvüsünüz. Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir və qrupun da rəhbəri bizim hörmətli Ziyafət Əsgərovdur. İstəyərdim elə parlamentlərarası əlaqələrə toxunaq. Hansı yeniliklər mövcuddur ki, ölkənin parlamentlərlər arasında, ümumiyyətlə qarşılıqlı səfərlər deyək, layihələr üzrə işləri götürək, hansı yeniliklər mövcuddur və gələcəkdə hansı əməkdaşlıqları inkişaf etdirmək olar, beynəlxalq əməkdaşlıqları? Əslində yəni dəfələrlə siz özünüz də xaricdə səfərlərdə olursunuz, müxtəlif ölkələrin belə deyək, konferanslarına qatırırsınız, çıxışlarınız olur. İstəyərdim belə İran-Azərbaycan parlamentlərarası əlaqələrindən də danışaq. Hansı problemlər var və onların aradan qaldırılması üzərində işlər gedir və gələcəyə baxışı nədən ibarətdir? Əslində parlament əməkdaşlığı ən belə deyək, şəffaf, ən yəni şəffaf nöqtə, niyə görə şəffaf deyirəm? Ona görə ki, hansısa belə deyək, həm özündə siyasi məsələləri, həm diplomatik məsələləri, həm xalqlar arasında münasibətləri özündə əks etdirən, yəni hər tərəfli əməkdaşlığın bir növüdür. Və burada Azərbaycan-İran parlamentlərarası dostluq qruplarının fəaliyyəti həm İran tərəfindən, həm Azərbaycan tərəfindən, yəni parlament həmişə əməkdaşlığa hazır olan bir qurumdur. Və bu istiqamətdə də kifayət qədər yüksək səviyyədə iki tərəfli münasibətlərin geniş inkişaf etdirilməsi, yəni təbii ki, müəyyən gərginliklər zamanı parlament öz mövqeyini bu istiqamətdə bildirir. Və burada ən əsas, əgər biz iki parlament arasında münasibətlərdən danışırıq, bu iki dövlət, iki xalq arasında olan münasibətlərin özünü əks etdirir. Digər tərəfdən isə parlament əməkdaşlığı beynəlxalq təşkilatlar çərçivəsində də öz əksini tapır. Və yaxud qeyd etdiyim kimi, bugün Azərbaycan İranla bir sıra beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərir və burada Azərbaycanın və İranın nə qədər, yəni burada həm ortaq tarix mövcuddur, həm dil baxımından, həm dini baxımdan, həm coğrafi baxımdan, yəni burada belə deyək, yaxınlığımızı təşkil edən bir sıra məqam var və bunların qorunub saxlamaq üçün bizim hansısa birgə dəyərlərimiz əgər mövcuddursa, təbii ki mövcuddur, bunların təbliğ edilməsi, mədəniyyətimizi, bugün İslamofobiya qarşı mübarizədə Azərbaycan öncərgələrdədir və düşünürəm ki, bu istiqamətdə də biz birgə fəaliyyət göstərə bilərik. Ona görə düşünürəm ki, parlament əməkdaşlığı üçün imkanlar həddindən artıq çox genişdir və burada
biz gələcəkdə əgər dövlət səviyyəsində münasibətlər, yəni belə deyək, sual doğurmayan məsələlər mövcud deyilsə, təbii ki, parlament üçün də yaşıl işıq yanaraq qarşılıqlı səfərlərin daha da intensivləşməsi və birgə həm müzakirələr, yəni parlamentin təcrübəsi ondan ibarətdir ki, biz istər İran, istər başqa dövlət olsa, birgə müzakirələrin keçirilməsi, birgə layihələrin həyata keçirilməsi, həmçinin də bir neçə ölkələrin bir araya gəlib bu formatda fəaliyyət göstərməsi də mümkündür. Burada mən yenə də Azərbaycan, Türkiyə, Gürcüstan parlamentlər arası münasibətlərin, yəni bu cür formatın mövcud olması kifayət qədər uğurlu fəaliyyət göstərən format mövcuddur. Və düşünürəm ki, İranla da müəyyən istiqamətdə, müəyyən ölkələrlə biz hansısa əməkdaşlıq formatı düşünə bilərik və düşünürəm ki, bunun üçün mövcud dövrdə heç bir maneçilik ola bilməz. Elə götürək, bu səfərin özü Zəngəzur dəhlizinin açılmasında bir növ yaşıl işıq rolunu oynaya bilərmi? Nəzərə alsaq ki, elə İran tərəfi də bu dəhlizin açılmasında marağı tərəf kimi çıxış edir. Elə bütün bunları götürsək, bu proses nə vaxt tezləşdirilə bilər? Yəni çünki bizim özümüz üçün də sərf eləyir, yəni Avropaya çıxışın özü, Naxçıvan əlaqələrin bərpası yönündə, yəni bu dəhlizin açılması bizə çox sərf eləyir və marağı tərəfində biri İran tərəfidir. Bu səfər prosesi tezləşdirə bilərmi, yoxsa hələ də qalma ərəfəsindədir? Əslində biz Azərbaycanın bu tranzit hubuna çevrilməsindən danışırıqsa, burada həm şimal-cənub, həm şərqlə qərb arasında müəyyən logistik imkanlardan malik olmasını və bu istiqamətlərdə layihələrin həyata keçirilməsini qeyd edirik. Və bu layihələr çərçivəsində də belə deyək, öz istiqamətləri mövcud olan məsələlər var və burada təbii ki, Zəngəzur dəhlizi də həmin o istiqamətlərdən birini təşkil edir. Azərbaycan üçün bu ən önəmli məsələlərdən biridir. Biz İranın Zəngəzur dəhlizinin açılmasında dəstək verilməsini şahidik. Yəni bu səfər çərçivəsində bu bəyan olundu. Lakin gəlin real düşünək. İran maraqlıdır, Azərbaycan maraqlıdır, Türkiyə öz dəstəyini nümayiş etdirir, Rusiya öz dəstəyini nümayiş edir, yəni bunun tərəfdar olduğunu qeyd edir. Lakin məsələ Ermənistanın bu məsələyə hazır olub olmamağını vurğulamalıyıq və burada bu səfərin indi nə qədər bəyanatlar verilirsə, nə qədər dəstək verilirsə verilsin, lakin Ermənistanın Zəngəzur dəhlizinin açılmasında bilavasitə iştiraki və burada onun yekun qərarı və əsas real addımlar, yəni biz belə deyək, sözdə də Ermənistan tərəfinin hansısa belə formada eşidirik sözlərini, amma əməldə reallaşmır. Amma reallıqda nə Zəngəzur dəhlizi ilə, nə digər məsələlərlə bağlı, yəni Azərbaycan tələblərini yerinə yetirilməsi istiqamətində Ermənistanın öz öhdəliklərini yerinə yetirilməsi nöqteyi nəzərdən biz çox təəssüflər olsun ki, real addımları görmürük. Ona görə düşünürəm ki, burada ən əsas məsələ Ermənistanın öz üç tərəfli, yəni 10 noyabr tarixində 2020-ci ildə üç tərəfli bəyannaməsi üzərinə düşən öhdəliklərini yerinə yetirərək, yenə də Azərbaycanın tələblərini yerinə yetirərək bu məsələ Zəngəzur dəhlizinin açılmasında da iştirak etmək və yekun sözünü demək məsələsidir. Ona görə təbii ki, xoş bir haldır ki, bizim regionun dövlətləri Zəngəzur dəhlizinin açılmasına dəstək verir və onun tərəfdaşıdırlar. Tərəfdarıdırlar, amma yenə də hər şey bugün Ermənistandan asılıdır. Buna baxmayaraq yenə də Azərbaycan İranla əlaqələrindən danışırıqsa, bugün Azərbaycan İran vasitəsilə Naxçıvana yolun açılması məsələsi durur və bugün Azərbaycan-Naxçıvan arasında bu kommunikasiyanı həyata keçirməsində İranın çox böyük rolu var və İran ərazisindən istifadə edirik. Amma yenə də Zəngəzur dəhlizinin açılması həm Azərbaycan üçün, həm İran üçün, bütün region dövlətləri üçün və daha geniş mənada dünyada və dünyanı birləşdirən, Avropa ilə Asiyanı birləşdirən bu infrastrukturun yaradılmasında çox böyük önəm verir. Məsələn, ondadır ki, Ermənistan bunu anlamalıdır və nə qədər Ermənistan üçün faydalı olmasını dərk etməlidir. Biz gözləyirdik ki, 2025-ci il gələcək və Ermənistan artıq sülh sazişinə imza atacaq, amma görünən olmur. Əksinə
mütəmadi biz cəbhə xəttindən Ermənistanın təxribatçı əməllərinin şahidi oluruq və bu hər gün davam edir, davamlı xarakter alır. Belə olan təqdirdə Ermənistan tərəfi nə istəyir? Yəni yenidən müharibə ehtimalı baş verə bilərmi? Yoxsa kimlərəsə güvənib bu addımlar atır? Nəzərə alsaq ki, bu yaxınlarda Ermənistanın özünə güvən hissini yaradan məhz Yunanistandan, Fransadan, Hindistanın özündən onlara olunan yardımlar idi, silah yardımları idi. Bu proses onlara yenidən müharibə ehtimalını yaşada bilərmi? Yəni başlaya bilərmi müharibə? Çünki biz dəfələrlə şahid oluruq ki, artıq texnikaları yeniləyirlər, sərhəd boyu yerləşdirirlər bu texnikaları. Yəni bu təxribatlar tez bir zamanda baş verə bilərmi, yoxsa? Mən Ermənistanın, belə deyək də, indi 44 günlük müharibə dövründə və daha sonra antiterror tədbirləri zamanı Azərbaycan öz suverenliyi bərpa edəndən sonra Ermənistanın bu hərbi potensialı tamamilə məhv olunub. Və burada bir neçə məqam var da. Bugün biz sülh danışıqları aparırıq. Ermənistan bütün bəndlərdən razılaşıb, yəni razılaşma var. Lakin elə məsələlər var ki, bu sülh sazişinin imzalanmasına təkcə bəndlərin razılaşması ilə bağlı deyil. Burada belə deyək, bu Azərbaycanın digər tələbləri var. Bu ATƏT Minsk qrupun fəaliyyətinin sona qoyulması məsələsi, eyni zamanda Ermənistan konstitusiyada dəyişikliklər edilməsi, Azərbaycana qarşı iddialardan qurtulmaq məsələsidir. Həmin o müstəqillik deklarasiyasında əks olunan məsələlərdə. Lakin Ermənistan bunu etmir. Və digər tərəfdən isə biz uzun illər, mən bunu bir neçə dəfə qeyd eləmişəm, əgər danışıqlar zamanı tam razılaşma əldə olunmasa da və Ermənistan müəyyən bəyanatlarda Ermənistan rəsmiləri istər baş nazir tərəfindən, Xarici İşlər Naziri tərəfindən, spiker tərəfindən Azərbaycana qarşı müəyyən ittihamlar səslənirdi. Gəh etnik təmizləmələr məsələsində, gəh Azərbaycan sülh sazişinin imzalanmasında ləngiməsi və hansısa süni maneçiliklərin törədilməsi məsələsi qeyd olunurdu. Lakin tam atəşkəsə nail ola bildik və bir neçə ay ərzində heç bir təxribatlar baş vermirdi, sakitçilik idi. İndi isə biz nəyi görürük? Əksinə, yəni Ermənistan rəsmilərinin ritorikası tam dəyişib. Onlar həm Azərbaycan şərtləri ilə razılaşıb, yəni bütün bəndlər razılaşıb. Azərbaycan, belə deyək, Azərbaycan irəli sürdüyü tələbləri də hansısa formada qəbul etməsini bəyan edirlər. Lakin burada həm konstitusiyada dəyişikliklərin nə qədər zəruriyyətli olması, ümumiyyətcə müstəqillik deklarasiyasına istinad etməməsi məsələsi və referendumun keçirilməsinin önəmi. Yəni cəmiyyət bu məsələlərə hazırlaşır yavaş-yavaş. Yenə də ölkə rəhbərliyi cəmiyyəti bu məsələlərə hazırlaşdırır. Digər tərəfdən ATƏT-in Minsk qrupun fəaliyyətinə son qoyması məsələsində belə deyək, sözdə razılıqlarını verir, amma biz yenə də əməldə heç bir əməldə görmürük, reallıqda heç bir addımı görmürük. Lakin bununla yanaşı biz tez-tez Ermənistan tərəfindən hansısa təxribatlarla rastlaşırıq və bu çoxalır. Və burada təbii ki, müəyyən bir, belə deyək, üst-üstə gəlməyən məsələlər var. Əgər Ermənistan həqiqətən sülh sazişini imzalamaq niyyətindədir və sülhə nail olmaq niyyətindədir, Azərbaycanla münasibətləri normallaşdırmaq niyyətindədirsə, niyə görə bugün silahlanır? Niyə görə Fransa tərəfindən, Hindistan tərəfindən silahlanır? Bu onu göstərir ki, Ermənistan, yəni bəyanatların birində də səhv eləmirəmsə, ya spiker, ya Xarici İşlər Naziri demişdi ki, Azərbaycan bugün ATƏT-in Minsk qrupun fəaliyyətinə dayandırılması Azərbaycanın yenə də hansı müharibəyə davam etdirilməsi məsələsi bunun arxasında durur. Və burada bu onu göstərir ki, bugün Ermənistanda müəyyən bir qorxu var, müəyyən bir, belə deyək, hələ də həmin bu 44 günlük müharibənin fəsadlarını yaşayan və o düşüncə ilə, o şokla yaşayan, hələ də yaşayan insanlar çoxdur.
Çünki Azərbaycan öz gücünü göstərdi və biz əgər həqiqətən müharibə istəsəydik, bəli, tez bir biz zamanda 2020-ci ildə müharibəni davam etdirərək bütün Qarabağı işğaldan azad edərdik. Bütün bu separatçı rejimi orada fəaliyyət göstərən o kriminalları hamısını oradan qovub məhv eləyərdik. Amma biz onu eləmədik. Bu onu göstərir ki, biz müharibə naminə bu tədbirləri görməmişik. Biz torpaqlarımızı işğaldan azad etmək üçün bu tədbirləri görmüşük. Daha sonra 2023-cü ildə də yenə də bu separatist rejiminə fəaliyyətinə son qoyaraq suverenimizi bərpa eləmişik və bununla bitdi. Azərbaycan öz hərbi potensialı uzun müddətdir ki, artır. Çünki bizim yanımızda terrorçu bir dövlət yaşayır. Bizim belə deyək, sərhədimizin o tərəfində Azərbaycanı uzun illər Azərbaycan torpaqlarını işğalda saxlayan bir dövlət yaşayır. Və burada silahlanmamaq və hərbi potensialı artmamaq yəqin ki, yəni düzgün, nəinki düzgün, ümumiyyətcə naif bir yanaşma olardı. Amma bizim bu cür təhlükəmiz mövcud olub, biz bu təhlükə ilə yaşamışıq, ona görə bu istiqamətdə də davam etdiririk. Ermənistanın işğalla bağlı heç bir təhlükəsi olmayıb. Yəni Azərbaycan yenə də müharibəni apararaq biz bu azad olunmaq, torpaqlarımızı azad etmək uğrunda müharibəni aparmışıq. İşğal naminə aparmamışıq. Və burada bu cür Ermənistanın yanaşması və yenə də Azərbaycanın hansısa təhlükəsini gözlənməsi bir tərəfdən yenə də mən düşünürəm ki, bu bir oyundur. Lakin yenə də Ermənistanın müharibə başlanması bugün gücü yoxdur. Baxmayaraq ki, yenə də indi silahlar çatdırılır, hansısa amma razılığa gəlmə ehtimalı var da tez bir zamanda. Əslində indi şifahi olaraq razılaşma var. Bəli. Amma yenə də biz Ermənistandan real addımlar görməliyik. Əgər Ermənistan həqiqətən Azərbaycanın tələblərini yerinə yetirmək arzusundadır, niyyətindədir və bu məsələlərdə ciddidir, müəyyən bir belə deyək, irəliləyiş etsə, biz yenə də inanmasaq da, amma yəni bir qədər inansaq da, bu heç nə demək deyil. Amma burada mən düşünürəm ki, Ermənistanın bugün həmin o Fransaya, həmin o digər dairələrə kim onlara dəstək verir, həm maliyyə dəstəyi, həm silahların ötürülməsi, həm siyasi dəstək verilməsi, bu Ermənistanın birincisi Ermənistanın təcrübəsində ümumiyyətcə müstəqil siyasət aparmaq məsələsi olmayıb heç vaxt. Və bugün Ermənistan müstəqil qərarların qəbul etmək kimlərdən asılı olub hər zaman, bəli. Çünki bu istiqamətdə təcrübəsi yoxdur. Digər tərəfdən isə biz yenə də Fransanın rolundan danışmalıyıq. Çünki çox təəssüflər olsun ki, bugün Fransanın Cənubi Qafqaz regionunda marağı, hələ də belə deyək, mövcud arzusu ondan ibarətdir ki, bu regionda təmsil olunsun, hər hansısa bir formada bu regionda gedən proseslərə təzyiq göstərsin və Ermənistan burada bir belə deyək, instrument kimi Fransanın əlində olan bir alət kimi özünü göstərir və düşünürəm ki, burada Fransanın nə Ermənistanın gələcəyi, nə Ermənistan xalqının gələcəyini düşünmür. Bu haqda nə Cənubi Qafqaz regionunun gələcəyini Fransa bugün düşünmür və təkcə öz maraqlarını yerinə yetirmək üçün Ermənistana dəstək göstərir. Məsələ ondadır ki, bugün Ermənistan artıq çoxdandan və bugün xüsusilə də onu başa düşməlidir ki, Ermənistanın gələcəyi, Ermənistan xalqının gələcəyi, onun rifahı bugün Azərbaycanla münasibətlərin normallaşmasından asılıdır. Və Azərbaycanla münasibətlər normallaşsa, təbii ki, bu Türkiyə ilə də əməkdaşlığın yeni mərhələsinə keçilməsi, əməkdaşlıq üçün imkanlar yaradacaq. Bu ümumiyyətcə yenə də regionda yeni mənzərənin mövcud olması, yaradılması və Ermənistanın bu iqtisadi imkanların açılması və ümumiyyətcə Ermənistan üçün bir şansdır. Bir qədər müstəqil siyasət aparsınlar, bir qədər belə deyək, öz xalqını, öz gələcəyini düşünən addımlar atsınlar. Təşəkkür edirəm Sevinç xanım. Dəyərli vaxtınızı ayırdınız, studiyamıza gəldiniz. Minnətdarıq sizə. Mən bu arada bir daha izləyicilərimizin diqqətinə çatdırım ki, bugün biz Azərbaycan üçün İran münasibətlərindən danışdıq. Bu inkişafın yeni mərhələsindən söhbət açdıq. Təbii ki, bu məsələlərlə bağlı studiyamızın qonağı var idi. Qonağımız Milli Məclisin deputatı Sevinç Fətəliyeva bizimlə birgə idi. Bizdən isə bu qədər. Sağ olun, salamat qalın.